Fəsil 23. Jonas Folkman bundan əvvəl də saysız-hesabsız təhlükələrlə üzləşmişdi. Paraşütsüz helikopterdən tullanmaq, bir psixopatın əlində az qala boğulmaq, dik bir damın tinindən yapışaraq güllələrdən yayınmaq. Amma bütün bunlar onun redaktə etdiyi thriller romanlarının səhifələrində baş vermişdi. İndi isə qorxu gerçək idi. Başına keçirilmiş torba nəfəs almağa getdikcə çətinləşdirirdi. Əlləri isə arxadan bağlanmışdı. Sürətlə hərəkət edən bir nəqliyyat vasitəsinin sərt metal döşəməsində uzanmışdı. Artıq ən azı 10 dəqiqə idi magistral yolda gedirdilər. Paltosunun cibindəki telefon bir neçə dəfə titrədi, amma onu götürməsi mümkün deyildi. Folkmanın ayırd edə bildiyi qədərilə onu 2 nəfər qaçırmışdı. Səslərə əsasən hər ikisi Amerikalı idi və çantasını didik-didik etmişdilər. Əlyazmanı tapıblar. Qorxusuna dərin bir çaşqınlıq da qarışmışdı. Niyə? Furqon qəfil magistraldan çıxdı. Şəhər küçələri ilə dolandı və birdən dayandı. Nəhayət başındakı torba çıxanda Folkman 30 yaşlarında, cüssəli, hərbi üslubda qırxılmış qısa saçlı bir kişi ilə üz-üzə gəldi. Başdan ayağa qara geyinmiş bu adam təhlükəli dərəcədə yaxında oturmuşdu. Folkmanın qarşısında, bir süd yeşiyinin üstündə. Buz kimi soyuq baxışları ona zillənmişdi. Qorxudan donub qalmış Folkman onu əsir alan adamın arxasından qabaq şüşəyə baxdı. Yalnız ağaclar və qaranlıq görünürdü. Uzaqlardan ağır texnikanın uğultusu gəlirdi. Mən hardayam, lənətə gəlsin. İkinci adam birincidən bir qədər arıq idi və qabaq oturacaqda notebookda nəsə yazırdı. Səkidə əlində planşet gəzən də həmin bu adam idi. Hazırdı. Əlində notebook olan kişi dilləndi. Saçı qırxıq maşının tavanına bərkidilmiş videokameranı çevirib birbaşa Folkmanın üzünə tuşladı. Sağ qalmaq istəyirsənsə birinci qayda. Folkman özünə xatırlatdı. Heç vaxt qorxunu göstərmə. Gözəl kameradır. O çətinliklə dilləndi. TikTok çəkirik. Adam Folkmanın həyasızlığından sanki təəccüblənmişdi. Folkman səsindəki gərginliyi gizlətməyə çalışdı. Yoxsa ailəmə göndərmək üçün girov videosudur. Sənin ailən yoxdur. Kişi soyuq səslə dedi. Evli deyilsən. Həftədə 6 gün işləyirsən və 4 ildən çoxdur ölkədən çıxmamısan. İlahi, bunlar kimdir belə? Folkmanın ilk ağlına gələn ABŞ ordusu olmuşdu. Amma indiki dövrdə bunu bilmək çətin idi. Bir neçə il əvvəl o, müasir muzlu döyüşçülərin gizli dünyası haqqında sənədli kitab nəşr etmişdi. Qarasu, Üç Çardaq, Vakenhad, Beynəlxalq İnkişaf Xidməti kimi müəmmalı adlar daşıyan ixtisaslı muzlulardan bəhs edirdi. Həqiqət isə bu idi. Bu iki quldur istənilən adama işləyə bilərdi. Saçı qırxıq paltosundan kiçik planşet çıxardı. Ekranı sürüşdürdü və onu Folkmanın üzünə tutdu. Buranı tanıyırsan? Folkman şəklə baxdı. Anlamaq üçün biraz vaxt lazım oldu. Bu nə deməkdir? Onun öz qonaq otağı idi. Görünür, yuxarı şərq sahilindəki işıqlı mənzili darmadağın edilmişdi. Rəsmlər divardan qoparılmış, kitab rəfləri boşaldılmış, divanlar cırılmış, masalar aşmışdı. Nə axtarırdıq təxmin et. Folkman onun dibindən kəsilmiş saçlarına baxdı. Daha yaxşı bir bərbər, saçı qırxıq heç bir xəbərdarlıq etmədən irəli atılıb nəhəng yumruğunu Folkmanın qarnına indirdi. Redaktor 2 qat olub yan üstə yıxıldı və xırıldadı. Bir də cəhd et, kişi dedi və onu yenidən diz üstə qaldırdı. Nə axtarırdıq? Bilmirəm. Folkman güclə nəfəs ala-ala dedi. Notebooklu adam ekrandakı məlumatlara baxıb başını yerlədi. Yalan danışır. Səndən son dəfə soruşuram. Saçı qırxıq dedi. Cavab verməzdən əvvəl səni avatarla tanış edim. O tavandakı kameranı göstərdi. Göz hərəkətlərini, üz əzərlərini, mikrodəyişmələrini və bədən dilini izləyən süni intellekt sistemidir. Ən müasir doğruluq analizi sistemi. Doğruluq analiz sistemi? Folkman düşündü. 5 dollarlıq oyuncağa 10 dollarlıq termin işlətməsini irad tutmadı. Amma heç olmasa kameranın məqsədi aydınlaşdı. Süd yeşiyində oturan kişi yenə irəli əyildi. Sənin haqqında hər şeyi bilirik, Jonas. Gecələr işlədiyini, nahar etməyəndə mərkəzi parkda qaçdığını, müəlliflərinlə White Horse meyxanasında Sin Martini içdiyini, bir sözlə hər şeyi. Odur ki, mənimlə oyun oynama. Sənə çox sadə bir sual verəcəyəm. Folkman gözlədi. Qarnındakı ağrı hələ də onu qıvrandırırdı. Çantandakı əlyazma yeganə nüsxədir. Saçı qırıq soruşdu. Folkman onların hansı cavabı eşitmək istədiyini bilirdi. Təəssüf. İndi həqiqəti söyləmək, danışıqlar üçün son kartını, bəlkə də həyatını itirmək demək idi. Başqa çıxış yol görməyərək gözlərini yumdu və ən məşhur thriller seriyalarından birinin qəhrəmanını xatırladı. Yalan detektorlarını 3 saat addımla aldadan bir casusu. İndi Folkman həmin üsulu tətbiq etməyə çalışırdı. Əvvəlcə çiyinlərini boşaldıb qarnındakı gərginliyi buraxdı. Sonra şəhadət və baş barmaqlarını yüngülcə birləşdirib nəfəsini yavaşıtdı. Üçüncü addımda isə zehnində həqiqət olmasını istədiyi aydın bir təsvir yaratdı. Random House-dakı masasının üstündə duran onlarla əlavə əlyazma. İndi özünü xeyli sakit hiss edirdi. Xeyr, mümkün qədər monoton bir səslə dedi.
Çantamdakı əlyazma yeganə nüsxə deyil. Başqa nüsxələr də var. Notebooklu adam ekrana baxıb başını yellədi. Yalan. Lənət olsun Jonas. Elə buna görə adı bədii ədəbiyyatdır. Saçı qırxıq yumruğunu yenidən qaldırdı. Bu dəfə də qarnına vurmağa hazırlaşırdı. Dayan. Fokman dedi. Mən PRH serverlərindəki nüsxələri nəzərdə tuturdum. Saçı qırxıq onun cavabından nəşələndi. Cənab Fokman, biz bütün rəqəmsal nüsxələri silmişik. Elə buna görə də siz çap mərkəzinə tələsirdiniz, elə deyilmi? Fokman sustu. Ürəyi dəli kimi döyünürdü. Kənardan ağır maşınların səsi, bəlkə də sənaye mühərriklərinin uğultusu eşidilirdi. Gəlin məsələni sadələşdirək. Saçı qırxıq dedi. Çantamdakından və PRH serverindəkindən başqa nüsxə varmı? Rəqəmsal, kağız nə olur olsun. Fokman başını buladı. Xeyr, çantamdakı əlyazma yeganə nüsxədir. İdi. Saçı qırxıq düzəliş verdi. Biz onu artıq məhv etmişik. PRH təhlükəsizlik mərkəzində tək qalan Alex Conan dəhşətə gəlmişdi. Bu ola bilməz. Klaviaturanı əsəblə döyəclədi. Səhifəni yenilədi, qarşısındakı məlumatın yanlış olduğuna ümid bəslədi. Amma eyni dəhşətli görüntü yenə ekranda peyda oldu. Və yenə. İlahi, yox. Bir neçə dəqiqə əvvəl Fokmandan heç bir xəbər almadığı, Katrina Solomon və Robert Langdonla əlaqə qura bilmədiyi üçün Alex cəsarətli bir addım atmağa qərar vermişdi. Sən bacararsan, sənin giriş imkanların var. Hər iki üstünlükdən istifadə edib, lazımi məlumatları əldə etməyi bacarmışdı. İndi ekranda duran görüntü onu sarsıdırdı. Alex gördüyünə hər hansı başqa izah tapmağa çalışsa da, düşüncələri dönə-dönə tək bir qan donduran nəticəyə qayıdırdı. PRH kitabını məhv etmək istəyən hər kimdirsə, bir müəllifi artıq öldürmüşdü.